Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurub: bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə daha bundan da üstün bir yaxşılıq yoxdur. Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil. Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən Allah yalnız onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir. Öz ümmətim üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram. Allah Taala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin. Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin. Elm öyrənən din tələbəsinin əcəli çatdıqda şəhid kimi ölər. Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən. Qəzəbləndiyin zaman sakit ol. Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın. Bir bəndə öldükdə cəmaat deyər: özündən sonra nə qoydu getdi? Və mələklər deyərlər: özü ilə nə gətirdi? Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun. İki salih qohumundan həya etdiyin kimi Allahdan həya et. Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin. Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. Beşikdən qəbrədək elm axtarışında olun. Möminin çətinliyi hamıdan çoxdur. Çünki o, həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır. Az günah etsən, ölüm sənə asan olar. Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum. Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olar. Sədəqə var dövləti artırar. Allah Taala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. Allah Taala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir. Allah Taala duada israr edənləri sevər. Allah Taala bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər. Allah Taala
boş söz söhbətləri sizə qadağan etdi. İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir. Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər. Öz sübhünüzü sədəqə verməklə başlayın. Çünki bəla sədəqənin üstündən keçə bilmir. Sübh tezdən ruzi və hacət dalınca gedin. Çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir. Xəsis o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir. Çox yemək qəlbdə qəsabət yaradır. Oruç tutarkən o başdan yeyin. Çünki o başdanlıq bərəkətin əsasıdır. Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun. Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz. Dünyanın şirinliyi, axirətin acılığı və dünyanın acılığı, axirətin şirinliyidir. Qadının cihadı, ərinə yaxşı baxmaqdır. Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin. Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir. Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər. Çox gülmək qəlbi öldürər. Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var. Özünüz yemədiyinizi yoxsullara yedirtməyin. Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar. Kim məsləhətləşsə, peşman olmaz. Və kim də orta həddi gözləsə, yoxsul olmaz. Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikdə mömin olmaz. Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır. Cəmaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir. O işi ki, istəmirsən cəmaat səndən görsün, təklikdə də əncam vermə. Sədəqə verməklə mal azalmaz. Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayır. Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir. Allah Taala övladlarınız arasında, hətta onları öpərkən, belə ədalətə riayət etməyinizi sevir. Allah Taala yalnız rəhimli bəndələrinə rəhm edər. Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyə asan,
mehriyyəsi isə yüngül olsun. Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır. Qardaşın öz din qardaşına olan gizli duası rədd ediləsi deyil. Dünya müminin zindanı, kafirin isə behiştidir. Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər. Alimin 2 rəkət namazı, alim olmayan adamın 70 rəkət namazdan üstündür. Allaha diqqətlə qılınan 2 rəkət namaz, Allahdan, qəflətdən qılınan 1000 rəkət namazdan üstündür. Elmin fəziləti, ibadətin fəzilətindən çoxdur. Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.